Azərbaycanda baş vermiş ən dəhşətli 5 faciə. 19 may 2015-ci ildə Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın. Bina üzlüyünün yanması nəticəsində 15 nəfər ölmüş, 60-dan çox insan xəsarət almışdı. 4 dekabr 2015-ci il neft daşlarında yerləşən Oil Rocks platformasındakı yanğın. Qaz kəmərinin partlaması nəticəsində 10 nəfər itkin düşmüş və axtarış xilas etmə əməliyyatları nəticəsiz qalmışdı. 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə. Hadisə nəticəsində 12 nəfər ölmüş, 13 nəfər yaralanmışdır. 28 oktyabr 1995-ci il Ulduz və Nərimanov metro stansiyaları arasında qatarda baş vermiş yanğın. Hadisə nəticəsində 289 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdır. Və sonuncu faciələr: Xocalı soyqırımı və qanlı 20 yanvar hadisələri. 26 fevral 1992-ci ildə baş vermiş Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106-sı qadın, 70-i ağıl olmaqla 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən yalnız birini itirmişdir. 20 yanvar 1990-cı ildə baş vermiş qanlı yanvar hadisəsi nəticəsində isə 131 nəfər qətlə yetirilmiş, 744 nəfər isə yaralanmışdır. Ümid edək ki, ölkəmiz bir daha belə faciələr yaşamayacaq. Allah bizi qorusun.